Azərbaycanda milli ideologiyanı qəbul etməyənlərə yer yoxdur. Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, Prezident İlham Əliyev hələ parlamentin 6-cı çağırışının ilk iclasında siyasi sağlamlaşmanın vacibliyini önə çəkmişdi. Bu istiqamətdə islahatların aparılmasına start verilmişdi. Lakin bəzi anti-milli qüvvələr milli maraqlara qarşı çıxıb, milli birliyə kölgə salmağa çalışıblar. Seçkilərdə qalib olmasına baxmayaraq, Hakim Yeni Azərbaycan Partiyası kifayət qədər ciddi siyasi jestlər etdi. Parlament hakimiyyətində komitələrin, o cümlədən komissiyaların rəhbərliyində, parlamentin sədarətində müxalifətə təmsil olunmaq imkanı verirdi. Lakin hələ 80-ci illərin sonunda Qarbaçovun yenidən qurma ideyasının təmsilçiləri kimi siyasi səhnəyə çıxmış AXC, daha sonra ondan qopmuş Müsavat ünsürləri bir mənalı şəkildə ötən 30 il ərzində Azərbaycan xalqının yox, bir mənalı şəkildə milli iradəni devirmək istəyən xarici qüvvələrin yanında olublar və təsadüfi deyil ki, Azərbaycanda həmrəyliyə, daha güclü birliyə ehtiyac olan dövrlərdə onlar ölkədə ictimai-siyasi sabitliyin pozulması, 90-cı illərdə olduğu kimi ərazilərimiz hesabına, maraqlarımız hesabına yenidən hakimiyyətə qayıtmaq kimi xülyalara düşüblər. Bəhruz Məhərrəmov bəzi siyasi dairələrin isə hələ də milli maraqlardan uzaq fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə bu qüvvələr ötən illər ərzində xalqın deyil, xarici maraqlara xidmət ediblər. İstər vətən müharibəsi, istər antiterror əməliyyatları dövründə bu qüvvələrin mövqeyi milli mənafelərə zidd olub deyə millət vəkili bildirib. Kiminsə siyasi mübarizədə olması bu qəbahat deyil, amma siyasi mübarizəni milli mənafelər, milli iradə əleyhinə aparılması bu dövlətə qarşı düşmənçilikdir və zaman-zaman istər dövlətin daxilindən, istər dövlət xaricindən ayrı-ayrı dairələrlə birləşərək milli mənafelərə hədəf alan bu dairələr Azərbaycan xalqının gözündə artıq ölüdür. Necə ki 90-cı illərdə əraziləri satıb hərbi çevrilişlə hakimiyyətə gəlmişdilər, necə ki ərazilərimizi satmaq hesabına hakimiyyətdə qalmaq istəyirdilər, bugün də onlar eyni təfəkkürü davam etdirirlər və belə olan təqdirdə onların hansısa formada xalq tərəfindən dəstəklənməsi mümkün deyil. Onlar Azərbaycan xalqı üçün siyasi meyitlərdir və indiki məqamda Cənab İlham Əliyevin rəhbərliyi altında antiterror tədbirləri və vətən müharibəsində qələbəmizlə yaranan yeni reallıqda onların bugün bərpa olunmaq şansları var. Bərpa olunmağında yeganə üsulu getsinlər özlərinə uyğun başqa bir iş tapsınlar. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni siyasi reallıq milli həmrəyliyi daha da gücləndirib. Bu şəraitdə hər bir siyasi qüvvə milli ideologiya və dövlət maraqları çərçivəsində fəaliyyət göstərməlidir. Şəhla Poladova, Ruzanna Kərimli, Bəxtiyar Babayev, Xəzər xəbər.